Selamun Aleyküm ve Rahmetullah. Aleyküm salam. Şeyh, bəzi insanlar Quran-ı Kərimin ayələri ilə və yaxud ayələrin sayı ilə və yaxud da surələrin nazil olma sırası ilə hər hansı bir maddənin və ya cismin element nömrəsi ilə tutuşturub möcüzə kimi insanlara təqdim edir və bunu ateistlərə rəddiyə kimi gətirir. Doğrudanmı Quranda bu cür elmlər var? Elhamdülillah, ya əslində belə elm yoxdur. Düz indi ola bilər nəsə düz gəlsin say, amma bu o demək deyil ki, həmişə düz gələcək. Birdən səhv gələr, o demək deyil. Səhvdir şəriət. Yəni o cür yanaşmaq düzgün deyil, əsas tutmaq olar. Ola bilər nəsə düz gəlsin. Desin, ha, o da düz gəlir, amma deməli budur. Hələ düzgün deyil, Hələ lazım deyil əsas götürmək özünə. Birdən düz gəlmədi, yaxşı indi. Onda düz deyil şəriət. Bu qədər möcüzə var. Ya. Ehtiyacıqdır, yəni onlara elmi cəhətdən cavab vermək lazımdır. Ümumiyyətlə, nə ki kafirlərə, ümumiyyətlə hamısına, bidət əlinə, elmi cəhətdən, əlhamdülillah, dinimiz elm üzərində qurulub. Vəssalam. Allah razı olsun.